Belə oyun deyim ha da. Saqqal sevinci böldüğümüze göre bu akşam neyin var neyin yok çıkart döküsün onun üstüne razı boydu. Saqqal neyinirsən sən? Abi biz görüp seni dalayacağın gelin okşuyuruq. Sen dirəm razı boydu neyin var neyin yok döküsün onun üstüne. Sen niye kaçtığından işleyirsən? Qardaş, mən işimi sevən adamam. Ona görə də hər gün kostyum xalastukla gəlirəm işə. Sən Allah. Vallahi. Necə nümunə vətəndaşsan sən? Lap gözlərim yaşardı. Ama kaçtığımın cibinə bax. Bu da nümunə vətəndaş. Dara düşən kimi yalan danışır, yalan əlatır. Axsaqa sən saçından bulundan utanmırsan. Qardaş, vallahi billahi özümün də ehtiyacım var. Yoxsa belə qurban sizə. Oğlum bu ne cazibədar görsəniş. Olma şeydir ha. Hə, qəşəngdir. Çıxar adamını. Qalıqçılığından işiniz olmasın, xahiş edirəm. Biləm səni çıxart da nəsə biləm onu sən mənim vaxtımı alırsan mənim. Ver o mənə hə. Aynı bir damına təmiz qəlblə halallığı ver, biz çıxar gedək bir. Halal xoşunuz olsun. Bu başqa məsələ. Allah köməyiniz olar. İki dənə dılğır gədə gir marketə ki, bəs soyğunçuluğa gəlmişik. Ne danıştı onu? Ha, dılğır deyəndə elə zəif də döyüldülər, belə Herakl oxşuyurdular. Birinin əlində tapanca, birinin də əlində qəmə. Girən kimi tapancanın tuşdu alnımın ortasına ki, nəyim var çıxıb qoy vurur. Mən də əskərlikdə İrkutsk oblastı olmuşam, Anqarsk şəhərində. Desant vayskada. Həm də cavanlıqda biraz bu uşu, sambo, mambo, nə bilim, karate məşğul olmuşam da o idman növləri ilə. Yadımdadır ki, komandirimiz vardı, o bizə o silahı əldən almağı belə tərk silah deyirlər də ona, onu mənə öyrətmişdi. Bir göz qırpımında kazım. Tapancanı gələnlərlə nətər aldımsa, qundağı ilə qaşqasının ortasına nətər nallayaramsa, gədəbi ilə ölmüsən, bildir ölmüsən. Yaxşı eləmsin. O biri şərəfsiz qəməni tulla qaç. Nətər qaçdı, davan 56, cırdı aradan. Dedim, şərəfsiz qaçma. Şərəfsiz qaçma, kimə deyirsən? Qoydu belinə. Orada bir şivabra var, köhnə sərvinaz verib, arada buram silləmdə. Şivabranı götdüm, düşdüm bu gədənin canına. Nə yemisən turşular? Nə yemisən turşular? Dedim, köpay oğlu. Bir də sən belə işlərə əl atsan, səni əllərimlə aparıb polisə təhvil verəcəm.